Bismillahirrahmanirrahim. Və salatu və selamu alə mən lə nəbiyə ba'dahu. Əzim müsəlman qardaşlarım, İbn-i Qeyyim Əl-Cəvziyyə rəhməhullah buyurur ki, mən hafizə arba'an əhraza dinahu. Kim deyir, dörd şeyi qoruyarsa, dinini qorumuş olar. Və dörd şey hansılardır? Birinci, gözdür. İkinci, xəyallar, yəni düşüncələrdir. Üçüncü, sözlərdir. Dördüncü isə addımlardır. Çünki bu dörd şey insanın qəlbinə aparan yoldur. Yəni, insanın qəlbini təmsil edən bu dörd şeydir. Yəni, gözdür, dildir, xəyallardır və addımlardır. İnsanın qəlbini təmsil edir. Və birinci əziz qardaşlar, baxışlardır. Həqiqətən də yəni, baxış insanı həlaka aparır. Ona görə də Allah Azza və Cəllə əzəmətli öz kitabında buyurur ki, Qul lil mu'mininə yəğuddu min əbsarihim. Möminlərə de ki, baxışlarını aşağı salsınlar. Yəni, harama baxmasınlar. Onlara naməhrəm olan qadınlara baxmasınlar. Xüsusən də bugünkü günlərdə, yəni sosial şəbəkələrdə, yəni YouTube-da, Facebook-da və digər sosial şəbəkələrdə yəni, haramlar yəni, qarşımıza çox çıxır. Və bu halda həqiqətən gözü qorumaq çox çətindir. Həmçində küçələrdə, bazarlarda və işlərdə gözü qorumaq həddindən artıq çətindir. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, baxış iblisin zəhərli oxlarından biridir. Baxış iblisin zəhərli oxlarından biridir. Və deyir, kim deyir, Allah qorxusundan, gözün deyir, harama baxmaqdan tərk edərsə, Allah deyir, onun qəlbinə imanın şirinliyini salar. Sən Allah qorxusundan gözünü qoruyarsansa, harama baxmazsansa, Allah Azza və Cəllə sənin qəlbinə imanın şirinliyini salar. Ona görə də Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, möminlərə de ki, harama baxmasın. Yəni, bu Allah Azza və Cəllənin sözüdür və Allahın əmridir. Ona görə də İbn-i Məsud belə bir söz deyir ki, baxış deyir, şeyh kimi deyir, qəlbə düşər. Yəni, şeyh kimi qəlbə düşər. Sonra da onu bürüyər. Baxış elədir. Şeyh kimi insanın qəlbinə düşür, sonra isə o qəlbi bürüyər. İmam Şafinin belə bir sözü var, deyir, haram baxışlar qəlbin zülmətidir. Kim deyir, baxışını qorusa, Allah ona bəsirət verər. Yəni, haram baxışlar deyir, qəlbin zülmətidir. Kim deyir, baxışını qorusa, Allah ona bəsirət nəsib edər. Sənin bəsirətin olar. Bəsirətli bir insan olarsan. Həqiqətən də gözü qorumaq əzəmətli ibadətlərdəndir. Çox adam bugünkü günlərdə buna diqqət etmir. Məsələn, hicabsız qadınlara baxırıq. Hətta təbarruc, belə deyək, hicab giyməyən qadınlara baxırıq. Bu bizim həqiqətən qəlbimizə təsir eləyir. Sonra əziz qardaşlar, İbn Qeym rəhməhullah buyurur ki, ikinci xəyallarını qorumalısan. Çünki qəlb baxır, göz baxır, sonra isə istər-istəməz sən onu təxəyyül edirsən, qəlbinə salırsan və düşünürsən. Düşüncə də oldusa, necə ki, alimlərdən biri deyir, düşüncə, təxəyyül, bir qonaq kimidir, qonaq kimi. Gəldisə, onu qarşıladınsa, yaxşı qarşıladınsa, o qəlbdə qalacaqdır. Necə ki, qonağı da yaxşı baxırsan, qonaq sənin evində qalır. Eləcə düşüncə də elədir. Düşüncə gəlir insana, xəyal gəlir. Təsəvvür edirsən, xəyal edirsən, arzulayırsan. Artıq bu gəldisə, bunu yaxşı baxdınsa, düşündünsə, artıq o sənin qəlbində qalır. Ona yaxşı baxmadınsa, üz döndərib çıxıb gedir. Ona görə Allah Azza və Cəllə Əraf surəsinin 201-ci ayəsində buyurur ki, İnnəl-ləzinə ittəqav, Rəbbindən qorxanlara, İzə məssəhum taifun minəş-şeytan, təzzəkkaru fə izəhum mubsirun. Allah Azza və Cəllə buyurur ki, müttəqilərə şeytan bir vəsvəsə verdikdə, onlar Allaha xatırlayarlar. Onlar həqiqətən uzaq görənlərdir. Bəsirət əhlidir. Şeytan vəsvəsə verən kimi, yəni bir qəlbinə vəsvəsə salan kimi, bir pis bir düşüncə salan kimi istər-istəməz Allaha xatırlayırsan. Allahı xatırlayırsan və o pis düşüncədən
ona uzaqlaşırsan. Çünki hədisdə də var. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, həqiqətən Allah deyir, ümmətimə vəsvəsə və xəyalı bağışladı. Vəsvəsə və xəyalı bağışladı. Ta ki, onu danışmasın və ya ona əməl etməsin. Əgər sənə bir vəsvəsə gəlirsə, bir xəyal gəlirsə, Allah keçir onu sənə. Keçir. O xəyalı icra etdinsə, artıq sən günah qazanırsan və yaxud o xəyalı sən danışdınsa kiməsə, artıq sən günah qazanmış olursan. Əli ibn Əbi Talib deyir ki, qəlb deyir, tarladır. Qəlb bir tarladır. Baxış deyir, o qəlbin toxumudur. Xəyallar isə suvarar. Məhsul isə ya fəlakət olar, ya da ki, nicat olar. Yəni, yaxşı bir sözdür. Deyir, qəlb bir tarladır, baxış da toxumdur. Xəyallar deyir, onu suvarar. Məhsul deyir, ya fəlakət olar, ya da nicat. Sən xəyal gəldisə, baxışın oldusa, artıq o baxışı sən xəyallarla suvarırsan. Sonra da o xəyal sənin ya fəlakətin olacaqdır, ya da nicatın olacaqdır. Çünki insan birinci baxır, sonra düşünür, sonra da icra edir. Heç kim baxmadan, düşünmədən icra etmir. Həqiqətən də bu bir müsibətdir. Necə ki, İbn Cəvzi deyir ki, xəyal deyir, şeytanın deyir, cığırıdır. Xəyal şeytanın cığırıdır. Onu deyir, başdan bağlamasan, səni harama aparar. Yəni, xəyal şeytanın deyir, cığırıdır. Onu əvvəlcədən bağlamasan, o səni deyir, haram aparacaq. Yavaş-yavaş xəyal edə artıq bir də görəcəksən ki, haramdasan. Artıq o haramı yerinə yetirmirsən. Üçüncü isə əziz qardaşlar, sözlərdir. Sözlər. Biz hər birimiz bilirik ki, danışdığımız hər bir sözü sağımızda, solumuzda hazır qeydə alan mələklər var. Allah Quran-ı Kərimdə buyurur ki, "Mə yəlfizu min qawlin illə ladeyhi raqibun atid." İnsanın danışdığı elə bir söz yoxdur ki, onun sağında və solunda hazır mələklər onu qeydə almasın. Yəni sözlər qardaşlar, həqiqətən də bu dil, yəni insanın başına bəla ola bilər. Yəni insanı cəhənnəmə sala bilər, insanı cənnətə də sala bilər. İbn Cəvzi rəhməhullah buyurur ki, dil deyir, bağlanması lazım olan bir heyvandır, yəni canavardır. Yəni, dil bir canavardır, onu bağlamalısan. Bağlamasan, başqasını yiyəcək. Bağlamasan, başqasını yiyəcək, həm də səni yiyəcək, həm də səni məhv edəcək. Həm başqasını məhv edəcək, həm də səni məhv edəcək. Yəni, alimlər bu dili vəhşi bir heyvana bənzədiblər. Onu bağlamasan, ya səni həlak edəcək, ya da başqasını həlak edəcək. Ona görə, əziz qardaşlar, yəni insan danışığına diqqət eləməlidir. Yəni, sözünə diqqət eləməlidir. Çünki hədisdə gəlir ki, Buxari rivayət etdəsə gəlir ki, bəndə deyir, yəni bir insan, bir qul Allah rızasını qazandıracaq bir söz deyər, ona əhəmiyyət verməz. Amma deyir, halbuki onunla deyir, cənnəti qazanar. Yəni, elə bir söz deyərsən, o sözün fərqinə varmazsan, o sözü tam dərk eləyə bilməzsən. Amma Allah Azza və Cəl o sözlə səni cənnətə salar. Və elə bir sözlə söyləyərsən ki, o sözün fərqinə varmazsan, Allah o sözlə səni cəhənnəmə salar. Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə buyurmuşdur ki, insanların əksəriyyətini cəhənnəmə salan dilləri ilə etdiyi əməllərdir. Dilləri ilə etdiyi günahlardır. İnsan dili ilə etdiyi günaha görə cəhənnəmə düşə bilər. Sahabələrdən biri Əbu Bəkir radiyallahu anh deyir ki, bu dil məni çox deyir, bəlalara saldı. Bu dil məni çox bəlalara saldı. Həqiqətən dil elədir. Yəni, insanın başına gələn müsibətlərin əksəriyyəti onun dili ilə etdiyi günahlardır. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, əgər Allaha və axirət gününə inanırsınızsa, ya xeyir söyləyin, ya da susun, lal olun. Həqiqətən insan
çox danışmazsa hikmətli olar. Hikmətli sözlər danışar. Sonra əziz qardaşlar, dördüncü isə addımlardır. Addımlar. Necə ki, əvvəldə dedik, kim 4 şeyi qoruyarsa, dinini qorumuş olar. Birinci nədir? Birinci baxışlar, ikinci xəyallar, üçüncü dil, sözlər, dördüncü isə addımlar. Yəni, Allahın qulu hara getdiyini müəyyən etməlidir. Bu addımlarla xeyir işlərə gedəcəksənsə, əlhəmdülillah, sənin üçün xeyir olacaq. Pis yerlərə gedəcəksənsə, sənin üçün zərər olacaqdır. Ona görə Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, İbadur Rahmanillezine yemşuna alel ardi havna. Rəhmanın qulları o şəxslərdir ki, yer üzərində təvazökarlıqla gəzərlər. Yəni, təvazökar olarlar, təkəbbürlü olmazlar, lovğalanmazlar, getdiyi yerləri müəyyən edərlər. Onlar ancaq xeyir yerlərə gedərlər. Ya məscidlərə gedərlər, ya xeyir məclislərə gedərlər, ya xəstə ziyarətini etməyə gedərlər. Ancaq xeyir işlərə, belə deyək, addım atarlar. Yəni, pis işlərə addım atmazlar. Həqiqətən də mömin belədir. Mömin pis yerlərə addım atmaz, pis yerlərə getməz. Evindən çıxdıqda gözəl yerlərə gedər, gözəl yerlər üçün addımlar atar. Necə hədisdə gəlir idi, kim deyir, meçidə gedərsə, onun hər addımına görə bir savab yazılır. Bir günaha silinlər. Bu addımları yaxşı yerə at ki, o addımlara görə sənə bir savab gəlsin və səndən bir günah silinsin. Məsələn, bir xəstə qardaşın var, gedirsən onu ziyarət eləməyə. Bu addımlar da gözəl addımlardır. Xeyir yerə gedir, savab olan yerə gedir. Və yaxud hansısa bir müsəlmanın belə deyək, çətinlikdən çıxarmaq üçün addımlar atırsan, ora səy edirsən, o addımlar da əziz qardaşlar, xeyir addımlardır. Onlara görə də sənə savab var. Meçidə getdiyi üçün nə üçün sənə savab gəlir? Addımlara görə. Nə üçün? Çünki orada xeyir var, xeyri icra edəcəksən. Hansı ki, xeyri icra etmək üçün bir yerə gedirsən, o addımlar üçün sənə savab var. Bir günahın da silinir. Ona görə Ömər ibn Xattabi buyurmuşdur ki, ən xeyirli addım haqq üçün atılan addımdır. Ən xeyirli addım haqq üçün atılan addımdır. Və İbn Qeym deyir ki, addımlar ya səni Allah dərgahına aparar, ya da şeytanın tələsinə. Seçim sənindir. Bu addımlar səni ya Allaha yaxınlaşdıracaq, ya da şeytanın tələsinə. Seçim sənindir. Yəni, evdən çıxdıqda hara getdiyinə bax, düşün. Gör, o yer sənə deyək, faydalı olacaq, yoxsa zərərli olacaq. Ona görə, əziz qardaşlar, bu 4 şeyə diqqət etmək lazımdır. Yəni, hikmətli insanlar, bəsirətli insanlar bu 4 şeyə hər zaman diqqət ediblər. Yəni, onlar, belə deyək də, durublar, özlərindən kitablar təlif etməyiblər, yazmayıblar ki, 4 şeyi qorusam, dinini qorumuş olarsan. Bunlar baxıblar bütün insanlara, görürlər insanlar nə üçün təhlükəyə düşür, nə üçün insanlar məhv olur, nə üçün insanlar dindən uzaqlaşır, nə üçün insanlar fasiq, asi, zinakar və s. oğru və s. olurlar. Hamısına baxıblar və cəm ediblər ki, bu 4 şeydir. Baxışlar insanı məhv edir. Sən dur hər şeyə bax, hər harama bax, vallahi billahi, gecə namazları qılıb, gündüz orucları tutsan da, sən qəlbini islah edə bilməyəsən. Və hər şeyi düşün. Düşünmək də, xəyal etmək də həqiqətən pisdir. Durub pis bir şeylər düşünürsən, pis bir şeylər xəyal edirsən, sənin qəlbin gücü, qüvvəti olmayacaqdır. Yəni, imanın qalxmayacaqdır, imanın azalacaqdır. Üçüncü isə sözlər. Sözlər insanı məhv edir. Alimlər bu dili heyvana bənzədirlər, heyvana. Tutub bağlamalı olduğun bir heyvan. Təsəvvür edirsiniz, vəhşi bir heyvan. Onu bağlamasan, ya səni, ya da digərini paramparça edəcəkdir. Sonra da addımlar, qardaşlar, addımlara da diqqət etmək lazımdır. Bu 4 şeyi qorusaq, dinimizi qorumuş olacaq, imanımızı qorumuş olacaq və əlhəmdülillah, cəmaatımızı qorumuş olacaq. Allah Azza və Cəllə bizə xeyir, bərəkət əta edəcək. Əgər biz bu 4 şeyi qorusaq. Bu böyük bir dəyərdir, qardaşlar. Bu 4 şeyi qorumaq böyük bir dəyərdir. Və bu qədər. Allah bizə işte faydanı etsin. Subhanək və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.